Deyək ki, İtaliyaya qəbul oldunuz. 1 ay sonra, 2 ay sonra İtaliyaya gəlirsiniz. Nə qədər xərciniz çıxacaq? Bu barədə video çəkməyimi də nə qədər istəmişdiniz məndən. Ona görə artıq dedim ki, bu videonu çəkim. Özdə dedim ki, sentyabr ayıdır, tələbə axını olacaq İtaliyaya. Təqribi biləsiniz ki, bura gələndə nə qədər xərcimiz çıxacaq. Deməli, ilkin olaraq uçuş bileti. Uçuş bileti 250-300 evro arası deyə düşünürəm. Viza çıxır. Tələbələr 3-4 gün sonra yəni bilet alıb gəlirlər çox vaxt İtaliyaya. Mən məsələn oktyabr ayında artıq ikinci dəfə vizaya müraciət etmişdim. Məndə noyabr ayında viza çıxmışdı. Mən noyabr ayında viza çıxandan 4-5 gün sonra gəlmişdim artıq İtaliyaya. Ona görə biraz baha olar deyə düşünürəm. Yəni 250-300 evro nəzərdə tutmuşam. Sonra ev tapmaq. Bura gələn kimi siz belə deyim, çox vaxt ev tapdınız deyək. Ev sahibləri istəyirlər ki, depozit ödəyəsiniz və ya hansısa bir kampusda qalırsınız deyək. 3 ay depozit istəyirlər çox vaxt, yəni minimum 2 ay, 1 ay bəlkə istəyə bilərlər. Tək qalmaq onsuz belə deyim, bir 800 min evro nəzərdə tutun ki, studiya evdə qalmaq istəyirsinizsə. Mən ödəniş elədiyim bahadır, amma deyək ki, belə bir məsələn hərənin öz ayrı otağı, amma 4 nəfərlik bir ev 400-500 evroya bəlkə tapa bilərsiniz. Bəlkə heç 300 evroya falan tapa bilərsiniz. Biraz axtarmaq lazımdır. İstəyirsinizsə bu barədə mənə də yaza bilərsiniz. Bəlkə sizə bir xidmət göstərə bildim bu barədə. Ona görə məsələn evi nəzərdə tutun ki, hə deyək ki, bir 400 evroluk ev tapdınız, 500 evroluk ev tapdınız kiraya, bir 1200-1500 evro nəzərdə tutun, gələn kimi verməli olacaqsınız. Yəni 3 aylıq depozitlə bir yerdə. Sonra yemək aylıq mənə belə deyim, yemək aylıq 200-300 evro çıxır. Əgər ekonom edəcəmsə bir 150 evro falan eləyə bilərəm. Amma məsələn, bir də onu da nəzərə alın ki, məsələn, mən University of Milanda oxuyuram da, bizdə yemək servisi var. Təqaüdümdən bildiyim qədərilə bir qədər çıxılır və mən hər gün pulsuz yemək götürə bilirəm. Milanda bir 100-150 dənə falan desən restorandan. Məsələn, mənim qaldığım kampusun restoranı var, mən oradan götürürdüm. Hal-hazırda avqustda təəssüf ki, işləmir, heç bir şey işləmir, çox şey işləmir. Bizim bu kartda işləmir, götürə bilmirik yemək. Ona görə hər şey artıq özüm, yəni hal-hazırda hər şeyi özüm bişirirəm. Bunu qeyd eləmədim. Gələndə bilmirəm necə olur, hamıda bir xeyli pul çıxır. Yəni çünki gələn kimi bilmirəm süpürgəsim olsun, kimsə gedər özünə toz xoran alır. Ona görə biraz gələndə bir 500 evrodan bəlkə də biraz çox pul çıxır. Onu da nəzərə alın ki, təqaüd verilir. Mən gəlmişəm noyabrda. Mən təqaüdü almışdım fevralda və təqaüd pul çatmır. Yəni hər şeyə bəs eləmir. Onu da biləsiniz. Yəni təqaüd verilir fevral ayında yarısı 3800 evro verilir. Sonra da bir dənə o birisi hissəsi də verilir may-iyun ayında. Sonra məsələn elə bir müddət olur ki, yəni baxın da may-iyun ayı verildi. Yay burada deyə qaldınız. Qayıtdınız, gəldiniz, hələ bilinmir də nə vaxt veriləcək o təqaüd. Sonra permesso. Gəldiniz, permessoda bir şey var, yaşam izni. O yaşam izninə görə də bir 125 evro falan, 150 evro kimi bir xərcimiz çıxacaq. Gec verilir. Ümumiyyətlə İtaliyan bu sənəd işləri biraz gec verilir. Yəni ümumiyyətlə hər şey belə daha belə gec, proseslər gec gedirlər. Bizdə kimi deyil, məsələn biz asan xidmətə getdik. Deyəcəklər ki, hə 1 həftə sonra saat 12-də gəl götür sənəd və apar. Burada elə bir şey yoxdur. Yəni dəqiq tarix heç bir zaman verilmir. Yəni nə vaxt hazır oldu, biraz da gec olur. Belə sizi neqativlə doldurmaq istəmirəm, amma biraz həqiqətləri danışdım sizə ki, gələndə biraz xərc çox çıxır. Mənə yazanlar olur ki, bəs təqaüdlə məsələn gəlim, oxuyum, ancaq təqaüd mənə bəs eləyərmi? Yox, bəs eləmir təəssüf ki. Gəlməmişdən əvvəl də biraz pul lazım olur. Təqaüd veriləndən sonra da bəzi xərcləriniz ola bilər. Yəni təqaüdlə yaşaya bilərsiniz əslində, amma yəni ancaq Milanda yaşamalısınız da. Yəni gəzmək zad elə söhbət çətindir. Ekonom eləyə, yəni çətindir. Ya gərək öz işiniz də olsun, nəsə işləyəsiniz ki, bir qıraqdan gələn, yəni bir pul olsun ki, daha rahat yaşayasınız. Başqa da suallarınız varsa kommentlərə yaza bilərsiniz. Mən gələn dəfə onlara dair də bir video çəkməyə çalışaram, amma pul cəhətdən bu mövzular bunlar idi. Sağ olun.